Bu gününüz nurla, qəlbiniz huzurla dolsun. Attığınız addımlar xeyirliyə, danışdığınız kəlmələrin savabı sizlərə yazılsın inşallah. Hər vaxtınız xeyirli, uğurlu olsun. Bugün mən sizə İmam Əli əleyhissalamın məzlumiyyəti haqqında bir hədis danışacağım. Əli əleyhissalam buyurur ki, deyir, ya Əmmar, mən xanım Zəhranı qüsül yerinə gətirib qoyduqda gördüm ki, onun qabırğasının biri sınıb. Onun qabırğasını sındığın orada bildim ki, gördüm ki, məndən gizlədibmiş, orada qabırğasının sındığını gördüm. Əmmar, məni yandıran, ürəyimi yandıran nədir? Odur ki, xanım Fatimə, mən onu bilənə qədər, onu məndən qəlbimin kədərlənməmək üçün, məni üzməmək üçün onu məndən gizlətmişdi. Allah xanım Zəhranın düşmənlərinə lənət eləsin. Onun düşmənlərin sevənlərə də lənət eləsin. İmam Baqir əleyhissalam buyurur ki, açılan çiçəklər, çiçək açan ağaclar bizə bağlıdır. Yetişən meyvələr, axan çaylar, yağan yağışlar, yerə tökülən o yağışlardan çıxan bitkilər, yer üzündəki bitkilər hamısı bizlərin duası əsasında qoyulur. Allaha and verək xanım Zəhranın sınan qabırğaları hörmətinə. Bizlərim də günahımızı bağışlasın, biz müsəlmanları, Əhl-i Beyt aşiqlərin yerin göyün bəlasından, nahaq şərrindən qorusun bizləri. Nəzərin üzərimizdən götməsin, evladlarımızın, nəvələrimizin, balalarımızın, yaxınlarımızın, ümumiyyətcə Əhl-i Beyt aşiqlərinin üzərində olsun Allah Taalanın nəzəri. Əgər bir an biz nəzərsiz qalsaq, məhv olarıq, batarıq. Bu dualardan da Allah'a and verək İzzət-i Cəlalına, İmam Zaman ağanın zührün təcil eləsin ki, bəlkə gəlib müsəlmanları o yerbəyer eləyə. Sağ olun, İmam Zaman ağaya ucalı bir salavat göndərək. Allahümme salli ala Muhammed, Muhammed, Nəccil verəcək.